28 aprel tarixində görüşümüz davam edir əziz tamaşaçılarımız. Bir daha gününüz, sabahınız, hər anınız uğurlu olsun deyirik və maraqlı qonağımız var, söhbət eləyəcəyik. Həm söhbət eləyəcəyik, həm musiqi nümunələri təqdim edəcək. Sevimli, dəyərli bir insan, Respublikanın əməkdar artisti Xəyyam Mustafazadə bugün bizimlə bərabərdir. Xoş gördük Xəyyam, salamlayırıq sizi, sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Necə dəvaldırılıyor? Əladır, sizi görəndə həmişə əhval olur. Təşəkkür edirik, çox sağ olun. Tamaşaçılarımızı da salamlayıram, sabahınız xeyir olsun deyirəm. Bu soğuqlu, küləkli havaya baxmayaraq hamıya istiliyi arzulayırım. Yaz küləyidir də bu, keçirik. Yox, işləməzdim. Düzələcək. Amma Xəyyam bizə hərarət gətirə bilər. Həm də sözlü söhbətlidir. Çünki səfərdən qayıtdıqdan sonra biz elə dəvət etdik ki, Mədəniyyət kanalında səfər təəssüratlarını bölüşsün. Amma ilk ifanız gəlsin, dinləyək. Sevgili Canan, elə səfərdə də səsləndirirsiniz bunu. Hüsnün güzel ayetleri ey sevgili Canan, olmuş bütün alemde senin şenine şayan. Gel eyle nevaziş, gel eyle nevaziş, mene ver bu selebinden. Çünkü güzelin bu sesidir aşık esan. Çünkü güzelin bu sesidir aşık esan. Sordum ki gönül hardadır, aldım bu cevabı. Hiç sorma, tapılmaz, onu aktarsa da insan. Rəhm eyle dedim gel, rəhm eyle dedim, sel kimi gözyaşımı döktüm. Gel kanim ile oynama afeti devran. İnsafın eğer var, insafın eğer var ise söyle bu nizami. Senle nece rəftar eləsin ey mehtaban. Senle nece rəftar eləsin ey mehtaban. Gel sevgili Canan. Bravo. Alqışlar. Təşəkkür edirik. Səhər tezdən bir zirvəlik yaşatdı bizə. Təşəkkür edirik Xəyyam. Mən sizə Səsinizə təşəkkür sağlıq. edirəm. Mən sizə kanala təşəkkür edirəm. Təşəkkür. Mədəniyyət kanalına təşəkkür Təsəvvür edirəm ki, bu Qırğızstanda səslənəndə o reaksiyalar Necə alqışlar, necə əməlli izdiham. başda. Necə təsir bağışladı? İlk dəfə idi orada çıxırdıq. Çox gözəl keçdi. Ümumiyyətlə 150 nəfər getmişdi ora. Yəni həm Qos ansamblı oradaydı, həm bizim simfonik orkestr oradaydı, həm solistlər yana oradaydı. İlk dəfə idi deyəsə. Mən də ilk dəfə idi. Ümumiyyətlə Respublikayı çox Deyəsən, ilk dəfə idi. Düzdür, Mədəniyyət bizim günləri keçirildi. opera sənətçilərimiz yəni orada gedib konsert veriblər. Bizdən öncə, yəni artıq onları orada belə deyək də Qırğızıstanın sənətkarları, sənətçiləri artıq tanıyırdılar. Yəni konsertdə. Amma belə təmtəraqlı ilk dəfə idi ki, Azərbaycan Yəni Qırğızstanda... Necə idi Azərbaycan mədəniyyəti? Düzdür, müəyyən qədər bir oxşar elementlər olsa da,
Təbii ki, özünə məxsusluğu da kifayət qədərdir. Ulu Türkün diyarıdır Qırğızistan və mən düşünürəm ki, bizim mədəni nümunələri bizi bəyənilir. göstərirlər, Bəli, bax, bu da çıxışımızda. nümunələrdir. Səhv eləmirəmsə, ilk bu qala Qırğızistan konserti. filarmoniyasındaydı bu Bəli, konsertlər. filarmoniyadaydı. Bu, sizdə videolarda var. Çox həddindən artıq yaxşı qarşıladılar. Hətta sosial şəbəkələrdə də bir trend yaranıb sanki səfər eləyənlər, o yaradıcı insanların paylaşdığı videolar, görüntülər maraqlı idi həqiqətən. Həm təyyarədə, həm konsertdən sonra, konsert ərəfəsində. Ümumiyyətlə, çox yaxşı bir ənənədir ki... Bu da Ali Qəmirbəkovla bir yerdə orada. Elə konsertdən sonra bizə elə bir qonaqlıq verdilər, ziyafət verdilər. Alek bəylə də biz yalan olmasın, biz 20 ildir dostluq edirik. Ruski Dram Teatrının ayım aktyorudur, həm əməkdar artistimizdir. Həm də gözəl səsə malik olan insandır. Rəhmətli Müslüm Maqamayevlə yaşına baxmayaraq dost olublar. Ünsiyyətdə daimi olublar. Birlikdə ifa. Hətta ifa edib. Bir yerdə nə qədər xahiş etdim ki, gəl bir yerdə ifa. Əlbəttə. Песни прибоя рассвет пробудил, море встречая, сердце, как песня, летит из груди. Çox qəribədir Xəyyam, Sinye Veçnis musiqisi səslənəndə sanki elə bil hər Azərbaycan vətəndaşı onu ifa eləyə bilir. Hər kəs elə bil ki, ürəyini qoya bilir və çox möhtəşəm səsləndi ifalarınız bərabər. Heç kollektivimizin üzvü olanda Alik bəy, Heç bilmirdik ki, belə bir səsi var. Doğrudan sizinlə bir Bəli, deyəsən, ASTV-də yəni həm aparıcılıq eləyirdi, həm rus xəbərləri. Bizim amma xəbərimiz olmuyor. Belə səsinin olduğunu... Mənim çoxdan xəbərim var, yəni biz hətta tanış olanda Alek bəylə mənə onun şəkilləri də var, videolarını da göstərdi ki, Müslüm Maqamayevin evinə dəfələrlə gedirdi. Nə gözəl. Yəni Müslüm müəllim bir də görürsə Aleki çağırdı qırağa ki, gəl. Misal üçün də sənə də qalmazı əvvəlini o ifa eləyirdi, qalanını verirdi Alekə ki, ifa eləsin. Alek özü də istəyirdi müğənni olsun, daha sonra aktyorluq sənətinə seçdi. Ümumiyyətlə, auditoriya kimləri idi, məsələn, təxmini kimlərdən ibarət idi? Mədəniyyət işçiləri idi yəqin ki, əksəriyyətə, yoxsa müxtəlif sferalardan? Tamaşaçılar. Adi tamaşaçılar idi, yəni qoyulmuşdu ki, Azərbaycan günləri keçirilir. Bizim hardası gəlişimizə bir həftə qalmış, artıq bütün şəhərdə yayılmışdı. Anons var idi ki, anons var idi, canlı yayım gedirdi. Yəni bizi Qırğızstanın birinci kanalı bu gördüyünüz konserti, qala konserti canlı olaraq gedirdi bütün Qırğızstanda. Maraq doğurdu və qalan səhv eləmirəmsə 4 dənə də konsertə yer artıq olmurdu, təsəvvür eləyin. Yəni çox böyük məhəbbətlə Qırğızların özləri gəlirdi və bizə də xoş idi ki, hər bir təbəqədən olan insan bizim zalda var idi yəni. Yəni elə bir şey deyil idi ki, ancaq Azərbaycanlılardır. Yox, demək olar ki, əlbəttə delegasiyanın üzvləri əyləşmişdilər. Belə deyək də, zalın 5% əgər Azərbaycanlı idisə, 95% bütün təbəqədən olan Qırğızlar idi. Və onların belə bizə qarşı, belə deyək də, böyük coşquyla, böyük sevgi ilə bizi qarşılamağı bizim üçün çox xoş təsərrüfat yaratdı. Ümumiyyətlə, hər bir musiqiçi üçün əlbəttə hamımız xoşbəxtdir ki, getdik və vətənimizi. Doğrudan da o, hərdən bir boş-boş deyil, amma biz doğrudan da layiqincə təmsil edə bildik. Hər bir-birinə öz təşəkkürümü bildirirəm, rəhbərliyə təşəkkürümü bildirirəm ki, belə bir gözəl doğrudan da konsert verə bildik. Bu inşallah daimi olacaq, tez-tez gedəcəyik ora. Biz də sizə, digər kollektiv üzvlərinə hər birinə təşəkkür edirik.
Oradan layiqincə təmsil Təmsil eləmişsiniz. elədilər. Sosial şəbəkə hesablarında da kifayət qədər paylaşımlar oldu. Hər kəs oradan çalışırdı ki, ürəyicə olan nəsə bir paylaşım etsin, post paylaşsın və doğrudan da bu mədəniyyət günləri sadəcə bir simvolikdir. Bu ölkələr arasında bir mədəni əlaqələr ən yaxşı mədəniyyətin dilidir. Ölkələri bir-birinə yaxınlaşdıran, dostlaşdıran, o ki qaldı Türk dövlətlərindən olan Qırğızstan hər zaman bizimlə bərabər olub. Tarixi kökləri bir daha səyahət adlandırardım bəlkə də bunu. Və növbəti səhv eləmirəmsə mədəniyyət günləri Qırğızstanın Azərbaycanda mədəniyyət günləri baş verəcək ki, onlar bizə təşrif Onlar artıq buyuracaqlar. bizə təşrif buyurublar. Olub onların Bizdən əvvəl konsert. onlar gəldilər, bizdə konsert verdilər. Daha sonra biz getdik. Amma davamı da olacaq. İndi yetkin Olmalıdır. İndi inşallah Allahın izindən artıq Tacikistan səfərimiz olmalıdır. Orada da Allah. böyük, yaxşı konsert keçməlidir. Yəni səfərlərimiz çoxdur, Allahın izindən çalışırıq. Və ümumiyyətlə biz səhnədə olarkən İnanmazsınız, bir belə deyək də yumruğa birləşirik. Hamımız bir-birinə qarşı çox, necə deyək, doğmalıq hissindən yəni çıxırıq səhnəyə. Hətta mənim çıxışımdan əvvəl, mən burada məndən əvvəl Qos Ansamblin rəqs qrupumuz yəni çıxış edirdi. Və belə deyək də, mən artıq onlara baxmırdım. Niyə? Çünki hər dəfə bizim rəqqaslar səhnəyə çıxanda onların da gözəl bir konsert oldu. İnanın mənə səmimiyyətimə ki, biz ağlayırıq. Yəni, doğrudan səhnənin arxasında olan insanlar, hamımızın gözü yaşla dolur. Birincisi, bizim məharətlə onların ustadlığına baxanda və bizim Azərbaycan musiqisini dinləyəndə, eşidəndə, doğrudan da çox, həddindən artıq çox bizim zəngin musiqimiz var. Bəli. Dünyada yəni səs salacaq bir musiqimiz var və Allahın izindən bu cürə mədəniyyət işçiləri, yəni doğru, əsl sözün mənasında. Siz başda olmaqla hər birinə səsinə qüvvət deyirik. Doğrudan da, bəli, uğurlar arzuluyuruq. Gələn səfərlərdə də qürur duyuruq, fəxr eləyirik ki, Azərbaycanın mədəniyyətinin təmsilinə xidmət eləyir. Hər bir səfər, hər bir ifa, hər bir çıxış. Sizdən növbəti ifanı eşitmək istəyəcəyik. Növbəti ifada deyəsən, xalq mahnımız olacaq da, çaxmayacaq. Aslında ki, ola bilsin ki, onda səfər Mütləq, çünki yeri gəlmişkən Xəyyamın repertuarı çox rəngarəngdir. Bəli. Sadəcə musiqi nümunələri də o qədər fərqli, klassika, həm xalq var. Və hər biri də bəyənilir. Azərbaycan musiqisi sərhəddən kənarda səslənəndə daha da ecazkar olur və Xəyyam Mustafazadənin ifasında növbəti ifa olacaq. Bəlsin bir tamaşaçıların da biraz isti göndəri hər birinin evinə, hər birinin ürəyinə çaxmaq-çax qoy səslənsin inşallah. Səsləndirəcəyik, amma Nalə, yəqin razılaşarsan, Xəyyam baxın bəyin. Misal üçün, indi sevgili Canan səsləndirdiniz və yaxud da ki, Müslüm Maqamayevdən o Mor ifası. O ifaları eşidəndə düşünmürsən ki, Xəyyam bəy hər hansı bir xalq musiqisi ifa eləyər. Mümkündür ümumiyyətlə, mümkündürmü? Növbəti belə bir nümunə Amma onları da eşidəndə görürsən ki, nə maraqlı. Əslində bu istedaddır, yoxsa potensialdır. Adətən o bas-bariton sayılır da. Məndə bas-bariton, yəni SNQ üzrə ən bəhmsəlis məndə sayılır. Bunu da niyə rahat deyə bilirəm? Çünki 2018-ci ildə 43 ölkənin birinci yerini götürdüm, Armi 2018-də və Rusiyanın, belə deyək də, ən böyük orkestrlarından birisi Aleksandrovski orkestr. Onlar məni dəvət etdilər ki, artıq mən onların solisti olum. Yəni, mən orada, belə deyək də, 20 il oxumalıyam xorda ki, ondan sonra onlar məni namizədliyimi irəli sürsünlər 20 ildən sonra. Amma elə mən Kitay ilə bir şeyə düşdük, yəni belə deyək də konkursa və Kitaya da qalib gələ bildik. O boyda Kitaya səsimiz çatdı, şükürlər olsun Allaha. Təşəkkür edirik Xəyyam, uğurlar arzu edirik. Çox sağ olun, minnətdaram ki, bunu belə dəyərləndirirsiniz. Ümumiyyətlə, Azərbaycan mədəniyyətini dəyərləndirirsiniz. Minnətdaram ki, bizim Azərbaycanda belə də efirlər var. Mən də sizinlə fəxr edirəm və təşəkkür edirik. Qarşılıqlıdır. Və bayaq elə təqdimatda sizin görüntülərdə mavi sonsuzluq
nümunəsini o qədər ecazkar ifa elədiniz ki, bizim səhər çağı komandası dözmədi və elə Həmin təklif də ifanı. oldu ki, həmin ifanı səsləndirsinlər. Sinyeviçiniz. Mən düşünürəm ki, Etiraz hər birimiz eləməzsiniz. zövq alacağıq. Hətta bizim burada kadr arxası qonaqlarımız da var, onlar da zövq alacaqlar Xəyyam. Tamaşaçılar da Əməkdar başda artist Xəyyam olmalı. Mustafazadə. Dinləyək. Море вернулось, ковром чая, песни прибоя, рассвет пробудил. Сердце, как друга, море встречает, сердце, как песня, летит из груди. Грустные звезды в поисках ласки сквозь синюю вечность летят до земли. Море навстречу им, детские сказки на синих ладонях несет корабли.